Salam, hörmətli informatika öyrənciləri, hər birinizə xoş gördük. Sizinlə Codera test bankından bir neçə Python suallarının izahlarına baxmaq istəyirəm birlikdə. Deməli, 90-cı sualda nə deyir? Proqram icrası nəticəsində 128 dəyərinin çap edilməsi üçün n dəyişəninə daxil edəcək ən kiçik ə, və ən böyük dəyəri bizdən istəyir. Deməli, baxaq. Int input verib, p-ni 1 verib, for range 2, 100 aralığında və addımların sayını bizə vermir, p bərabərdir 2 və sonda p 128 dəyərini çap etmiş olur. Deməli, biz 128-ni p alması üçün, deməli, hər dəfə 2-ni 7 dəfə öz-özünə vurub, biz 7 dəfə dövrün olduğunu buradan görmüş oluruq. Dövrümüz 7 dövrdür. Deməli, birinci i bərabərdir 2 olur. I bərabərdir 2 olanda p bərabərdir. P vurulsun 2. P yuxarıda bizə 1 verilir. 1'i vurub 2'ye bərabərdir 2. I bərabərdir 2. Biz buradan 2 plus n'dir. Çünki bilmirik biz n hansı dəyərini alıb. Ona görə 2 plus n yazırıq. Və p bərabərdir 2'ni 2'ye vurub 4 qiymətini almış olur. I bərabərdir 2 plus deməli bu n'imiz 2 qiymətini alır. Yəni 2n. P bərabərdir 4 vurulsun 2 bərabərdir 8. I bərabərdir 2 plus 3n olanda p bərabərdir 8 plus 2 bərabərdir 16. I bərabərdir 2 plus 4n olanda p bərabərdir 16'nı 2'ye vurub hər dəfə p 2 dəfə artaraq 32 qiymətini alır. I bərabərdir 2 plus 5n olanda biz 7 dövr getməliyik. 1, 2, 3, 4, 5, 6-cı dövrdəyik. P bərabərdir 64 dəyərini almış olur. 2 bərabər, I bərabərdir 2 plus 6n olanda p bərabərdir 128 dəyərini almış olur və i bərabərdir 2 plus 7n olanda mənim p-im 128'e keçdiyinə görə mən burada yemirəm dövrlərimi dayandırmış olaram. Yəni mənim dövrüm 128'e qədər dəyərini almışdır. Buradan biz deməli ən kiçik və ən böyük dəyəri müəyyən etmək üçün deməli nə etməliyik? Sonuncu giriş və çıxış dövrlərinin sayına baxmalıyıq. Dövrlərə yəni müraciət etməliyik. Sonuncu girişimiz 2 plus 6n olub və sonuncu çıxışımız 2 plus 7n olub. 6n, baxın, 6n kiçikdir 100-dən olub. 7n ora daxildir, yəni böyük bərabərdir 100-dən olub. İndi bunu tənli kimi həll etsək, 6n bir dəfə kiçik bərabərdir. 100-dən 2 çıxırıb 98. 98'i də 6'ya böləndə təxminən 16 tam neçə qalır? Bu n'in də qiymətini tapsaq, n böyük bərabərdir. 100-dən 2 çıxsaq 98. 98'i də 7'yə bölsək biz 14 qiymətini almış oluruq. Deməli, burada biz 16 tam neçə olsa da kiçikdir dediyi üçün biz buradan maksimuma neçə götürürük? 16'nın özünü. Bunun isə 14 n böyük bərabərdir. 14 olduğu üçün biz elə 14'ün özünü götürmüş olarıq. Deməli, bizim burada düzgün variantımız B variantı olmuş olur.